9-cu siniflərin buraxılış imtahanına düşə biləcək növbəti bir suala baxırıq. Bir neçə alma Aylə və İlayda arasında sayları uyğun olaraq 5 və 3 ilə düz mütənasib olmaqla bölüşdürüldü. Aylə ona düşən almalardan 5-ini İlaydaya versə, onların almaları sayı bərabər olar. Ümumi neçə alma bölüşdürüldü? İlk növbədə Aylədə olan almaları 5K, çünki 5 ilə mütənasibdir. İlaydada olanları 3K ilə işarə edək. Şərtə görə Aylədən alıb 5 almanı çıxırıq. İlaydaya versək bunu, bunların sayı bərabər olar. Bu tənliyi həll eləmək üçün də K-ları bir tərəfə yığaq, 5K çıxılsın 3K, sərbəst ədədləri də bir tərəfə, 5, üzərinə gəlsin 5. 2K bərabərdir 10, K bərabərdir 5 alınar. Bizdən soruşulan isə ümumi neçə alma bölüşdürüldü? Ümumi alma sayısı 5K üstə gəlsin 3K-dır. Bu da edər 8K. K da 5 olduğundan 8 vurulsun 5, 40 olar.